İşçiler hamısı boş peçer kalıblar. Gelin. Nerede sen şikayetçin kardeş? Bura gel. Müşteri yok. Müşteri yok. Görürsünüz acınacaqlı vəziyyətdir hal-hazırda. Bütün qiymətləri qoymuşuq. Demək olar ki, hava qiyməti yay sezon mallarıdır, qışlar yoxdur ki, demək olar. Amma işçilərimiz bekar qalıb. Gəl bura gəl. Sənin nə şikayətin var? Müşteriler gelsinler, bize bulluk ediyorlar. Görürsünüz, müşteri yoxdur. Müşteri yoxdur, vəziyyət gərgindir. Bilmirəm axırı nətər olacaq. Qışı işləməmişik, qış keçmədi. İnşallah canlarlar. Geyim sektorunda olanlardan birim mən. Yəni bu illərim qış keçmədi deyə iş olmadı. Bax gətirib vurmuşuq kuçka. Bax hamısı. Nə istəsəz var, böyük razmerlər, balaca razmerlər. Bax mən indi nə ayırım, nə tər eləyim. Bax bu nə qədər adam işləyir? Bir 60 nəfər var burada. Hə? 35 nəfər sırf satıcıdır. Görürsüz? İndi bunların müəllimi var burada, nə bilim 40 dənə də əlavə müəllim var, bir-birinin müəllim deyirlər. Müdür var, şöbə müdürü var, nə var. İndi bax biz bu malları kimə sataq? Nə qayırıq, nə tər eləyək? Xarici ölkələrdə yaşayanlar sizə lazımsa göndərək. Buradan paltarda, yəni dastavkamız var, kargo ilə göndərə bilirik. Bax, siz oradan bizə dəstək ola bilərsiniz. Bax, görürsünüz. Səhər 8-də işləyir, hələ bir dənə müştəri yoxdur. Görürsünüz. Yoxay saat neçədir? Birin yarısı. Görürsünüz. Her şey vurmuşuq. 18 manatdan üzü tutmuş, üzü yuxarı. İndi bax belə bir şey deyim də. Gedin maraqlanın ölkə üzrə, nə bilim kənar ölkələrdən. Maraqlanın qiymətləri, lap Pekinin özündən, lap Kitayın özündən belə mən ucuz satıram burada. Daha uşaqlarımız Temudan baxırlar bizim malla, görürlər ki Temudan da ucuzluq. Nə bilim hər şeydən ucuz satılır. Amma hardadır bu müştərilər? Gedib pulu xərcləyirlər. Nədir o? Yəqin başqa yerlərə. Bu nə gözəldir. Gəlin pulu geyimə xarışdan. Xarışdan. Geyimə. Geyimə. Sağ ol.